Allah rəhmət eləsin Hacı Şahin əzizimizi. Allah Mən rəhmət xüsusi eləsin. vurğulayıram onu. Allah şahiddir. Bunu yadıma düşdü, istədim vurğulayam. Səbəb də nədir Hacı? Bir cavan yaxınlaşdı mənə, bir ailə məsələsi danışdı mənə. Dedi, belə bir problemim var. Allah sizi çıxartdı qarşıma Hacı. Mənə nə yol göstərərsiniz? Mən neyniyim? Mən də dedim, belə hədis var, ayə belədir. Müəyyən İslam çərçivəsində ona bir yol göstərdim. Ağladı, qucaqladı məni və çox sevindi, dedi, elə rahatlaşdım. Bu məsələlər mənim işlərim həll olar. Mən bu ilə danışa-danışa dedim ki, bəs siz hansı məscidə gedirsiniz? Dedim, görüm, məsələn, hara gedir ibadətə, hansı ruhani ilə yaxındır, dostlarımızdır, ruhanilər hamısı. Dedi, Hacı, biz Məşəd Dadaşa gedirdik, Məşəd Dadaş məscidinə, rəhmətli Hacının yanına gedirdik. Düzdür, mən uzaqdan otururdum, deyir, ibadət eləyirdim, onun yanına gedirdik. Amma məsələ qarşımıza çıxanda ondan soruşurduq. Allah şahiddir, o danışanda Hacı Fənay, mən bir anlıq düşündüm ki, bu başsız qalıb. Bəli. Yəni özün başsız hiss eləyib, ruhanisiz hiss eləyib və öz hətta bir ailəsinin problemin, ailədə olan öz problemin, indi alim deyil də, tacirdir, ticarətlə məşğul olan bir din qardaşımızdır. Öz məsələsini yoluna qoya bilməyib. Özü də hətta bəzən adam özü kimlər üçünsə məsələlərini həll eləyəndə də özü öz məsələsində çətinlik çəkir. Bu psixoloji cəhətdən də belədir. Görürsən, hamısı səndən məsləhət alır, hamısı məsləhət verirsən, məsələləri həll olur. Amma bəzən özün, öz məsələ ki, öz daxilindən qaynaqlanır, onu biraz çətinlik çəkirsən onu həll eləməyə. İndi ola bilər, hətta o qardaş yolunu da bilirdi. Amma lazım idi kimsə ona təkan versin qıraqdan. Bu gün yadıma düşdü. Allah Hacının ruhunu şad eləsin. Yüzlərlə, minlərlə bu xalqın, övladın, xalqın, oğlunun düz yola hidayət olunmasında vasitəçi olub və onlara düz yol göstərib və onlar ondan istəyiblər, onun əlini tutub.